Selam dostlar. Uzun zamandan bəri mənim intiqadi baxış açı ilə məsələlərə baxdığıma görə Türk-Azərbaycan Milli Demokratik Hərəkatının gedişatına baxdığımızda siyasi hərəkətlərdə, həm təşkilatda, həm elə bireysel fərdi sahədə fəaliyyətlərdə teorik mübahisələrin səviyyəsinə baxdığımızda çarpıcı formada bir təcrübəsizlik gözə çarpır. Mən bunun adını Türklərin geçən 100 ildə, ən azı geçən 100 ildə Güney Azərbaycanda və ümumiyyətlə İranda siyasi ənənələrinin olmamağından dolayı görürəm. Yəni bir il yarım firqə təcrübəsini kənara qoyaq. Orada hətta özəl analizə ehtiyacı var. Necə firqə meydana gəldi və necə getdi. Amma ümumiyyətlə o bir il yarımı nəzərdə almayınca heç bir siyasi ənənə Azərbaycanda gözə çarpmır. Yəni Güney Azərbaycanda da yoxdur. Türklər İranın başqa bölgələrində də, yəni Türk kantonlarında, deyək Qəşqaylarda, deyək Xorasan türklərində, deyək İsfahanda, deyək Loristanda, Türk kantonlarında və hətta xüsusən Tehran və Kərəcdə mərkəzdə Türk adına bir siyasi fəaliyyət yoxdur. Bunun nəticəsi nə ola bilər? Yəni sənin tarixində hizbi düzəltməmisən, fəaliyyəti hizb eləməmisən, bir seçimdə iştirak eləməmisən. Hətta yeraltı bir fəaliyyət də eləməmisən. Yəni Fars toplumuna ya mərkəz toplumuna getdiyində onlar da siyasi partiyaları əmələn siyasi fəaliyyət eləməyiblər, meydanda ola bilməyiblər, amma gizlicə olublar. Məsələ 57-ci ildə siyasi İranda devrim gedib, şah gedib, Xomeyni gələndə orada bir neçə 100 dana hizbi düzəlmişdi. Bir sırası qalır, bir sırası aradan getdi. Yəni bu siyasi ənənə və siyasi təcrübədir. Azərbaycan adına, Türkiyə adına belə bir şey olmayıbdır. Hər bir aqil insan görməlidir ki, bir insanın ki bir sahədə təcrübəsi yoxdur. Yəni onda bilimi də yoxdur orada. Yəni təcrübə qazanmaq budur ki, bilimin olar. O bilimin əsasında bir hərəkət edərsən, o hərəkətin nəticəsində bir təcrübə qazanarsan. Sənin təcrübən yoxduysa, sənin bilimin də yoxdur və sənin onun arxasında bir işin də yoxdur. Bir iş də görməmisən bu sahədə. Bizim xalqın keçən 100 ildə arxasında belə bir təcrübə yoxdur. Bugün o təcrübəsizliyi bizim aktivistlərin fikirlərində, siyasət qoymalarında, ideoloji seçmələrində, strateji seçmələrində hamısında gözə çarpır da. Siyasi teorilarında da gözə çarpır bu. Yəni hər yerə baxdığınca təcrübəsizlik göydən yağır və öncüllərimizin ifadə tərzindən belə məsələn əsəbiyyət, intiqam, nifrət, reaksiya, nə qədər istərsən tapmaq olur. Amma aksiya, müsbət düşünmə, strateji qurma, xalqımızı bu hərəkətə cəlb etməyə düşünmə. Ora başqa bir alandır. Xalqımızı hərəkətə cəlb etmədə yalnız onun özəlliklərinə düşünüb nəyə maraq göstərə bilər deyə ona düşünməliyik və o əsasda strateji qurmalıyıq. Yəni mənim xiyalatımla, ideolojimlə, hisslərimlə, nifrətimlə deyil, onun özəlliyi hara çəkilə bilər, hangi söz ona cəzzabiyyəti vardır, onları bulub ondan danışmalıyıq ki, cəzb olsun hərəkətə. Özün tanısın, milli kimliyin bilsin və hüquqlarını tanısın. Amma meydanda olan fikir və teorilara baxanda, hərəkatın sıralarında bunu görmürük. Yəni xalqı necə cəzb etmək lazımdır? Özəllik nədir? Assimilyasiyonun təsiratı nə ola bilər? Bu insanın beyni nə ilə doldu? O beynin içində olan məlumatı necə dəyişmək olar və xalqın mənfəəti cəhətində başqa yeni məlumat ora vermək olar? Durum elədir ki, həqiqətən bəzən insana ümidsizlik hissi gəlir. Siyasət yalnız kitabın oxumağı ilə deyildir. Siyasət bilimi yalnız kitab oxumaq deyil, yalnız teoriyi bilmək deyil. Bəlkə o kitablar və o teoriləri praksisə keçirtmək, pratik ictimaiyə keçirtmək və onun sonucunda sən həm bilim və həm təcrübə sahibi olursan. Bizim hərəkətdə qətiyyən hiss olur ki, nə o kitab lazımi kitablar oxunubdur və nə də ki, pratik ictimai vardır. Çünki fürsət olmayıb pratik ictimaiyə. Hər yerə baxdığımızda təcrübəsizlik hər yerdən yağmaqdadır. İndi Həbib bəy bir balaca danışıbdır. Mənim adımı da veribdi orada. Bir sözlər deyib. Əvvəl Həbib bəyin sözlərinə qulaq asaq. Sonra baxırıq Həbib bəyin və əlbəttə fəqət Həbib bəy ki deyil, çoxlu insanlarımız belə düşünür. Elə bu qrupun içində dəfələrcə elə bu metod əsasında sual vermə. Bu metod şimdi Həbib bəyin səsini qoyacağım, görəcəksiniz. Bu metod əsasında dəfələrcə
fərqli insanlarımızın və aktivlərimiz tərəfindən sual və fikir verilir. Əvvəl Həbib bəyin çox qısa sözlərinə qulaq asaq, ondan sonra mən bir neçə cümlə o haqda deməyi faydalı görürəm. İranda bu gün dünyada qəbul olunmuş alternativ rejim dəyişilərsə, opozisiyon güc səltənət tələblərlə, daha doğrusu Pəhləvi tələblərlə, Pəhləviçilərlə xalq mücahidlərinin üzərində pusanda saxlayıblar İranın rejiminə hələlik yeri gələndə baskı üçün, təzyiq aləti kimi. Bunlar ki, federaldan danışırlar bu dostlarımız, Yunus bəy Şamil kimilər. Bunlar hər zaman oturdular Pəhləvi ilə və xalq mücahidləri ilə bunu müzakirə eləyədilər. Onlar da dedilər, hə, federalı qəbul edirik. Onda bir ümidvar olmaq olar. Buna dostlar, federalçılar açıq cavab versinlər. Aya, bu əsas 2 dənə hegemon güclü alternativ sayılırlar İran hakimiyyətinə və dünya da bunların üzərində hesab gedir, süper güclər. Aya, bunlarla bu sahədə belə ilkin danışığa gedə biliblər. Heç bunlar qapıdan yox, pəncərədən qoyublar baxarlar bu sahədə. Onda məmnun olduq. Həbib bəyin sözlərini eşitdiniz. Diqqət etsəniz, Həbib bəy səltənətçiləri, Pəhləviçiləri və xalq mücahidlərini dünyada İran rejiminə alternativ olaraq qəbul olunmuş güclər kimi qələmə verir. Həqiqətən elə bir qəbul olunmuş bir durum varmı? Əsla elə bir durum yoxdur. Xalq mücahidlərdən ki, bir səs yoxdur, görünmür. Yalnız təşkilati cəhətdən güclü olduğu üçün öz kalibri və imkanı daxilində fəaliyyətə məşğuldur və gözə çarpır biraz. Ondan sonra amma səltənətçilər və Pəhləviçilər Rza Pəhləvi, yəni keçən diktatorun oğlu olmaq üçün və dünyada tanış olmaq üçün və medialar onu göstərmək üçün, fars mediaları onu bir alternativ kimi göstərməyə çaba göstərirlər. Amma həqiqətən dünyada qəbul olunmuş alternativlər mi olar? Bu cəhətdən Həbib bəy çox böyük bir yanlışlıqdadır. Mərkəz qruplarına baxdığımızda ən geniş tərəfdarı olan cəryan ki, İranda da o qədər eləyə bilər özünə daban və ya ictimai paygah tapsın, cümhuriyyətçilərdirlər, səltənətçilər deyirlər. Səltənətçilər öz testlərini də verdilər. Rza Pəhləviyə vəkalətlərini də verdilər, amma sayı baxımından hətta o səs verənlərin bir insan neçə səs veribdilər, analiz etdilər. İranda qabil təvəccüh bir tərəfdaşı yoxdur. Amma pulları, imkanatları olduğu üçün o yanda bu yanda səslicə meydana gəlirlər. Burada səltənətçilər və xalq mücahidləri nə qədər güclüdülər deyirlər, heç danışmağa gərək yoxdur. Amma yalnız bunu istədim göstərim ki, necə Həbib bəy onları dünyada qəbul olunmuş alternativ kimi İrana göstərir. Yəni Amerika, Avropa tərəfindən İrana alternativ kimi seçilmişlər. Elə bir şey yoxdur. Tarixdə səltənətlər hakimiyyəti qeydsinlər belə yoxdur. Hələ qalsın ki, Rza Pəhləvi ki, elə ən yaxında xalqlar onu hakimiyyətdən indirmişlər. Xalq mücahidləri də dinə söykənmək, Səddamla işbirlikdə olmaq, təşkilat içində faciəli və çox irticai gəlişmələrin olmalı İran səviyyəsində heç bir ciddi siyasi bir axın sayılmaz. Ona görə onlar əvvəla heç biri nə alternativdilər, nə dünyada qəbul olunmuşdular, nə də xalqlar tərəfindən belə bir istiqbal var. Amma gələk Həbib bəyin sözünə. Həbib bəy deyir ki, güya bizlər, yəni milli hərəkətin aktivistləri, yəni federalçılar deyək, Rza Pəhləvi ilə danışacaqlar və ya xalq mücahidləri ilə danışacaqlar. Əgərsə onlar federalizmi qəbul edirsə, İranda federalizm olacaqdır. Əvvəla kəsinliklə deyə bilərəm ki, səltənətçilərin və xalq mücahidləri hətta federalizmi istəsələr belə İranda federalizm gerçəkləşməz. Federalizmin İranda gerçəkləşməsi İran toplumunda ümumi əfkarın dəyişməsinə ehtiyacı var. O ümumi əfkarın, kamuoyunun dəyişməsinə qeyri-fars xalqların tərəfindən çox güclü siyasi meydanda olmaq, siyasi dalğalar yaratmaq, çarpıcı formada güc göstərməklə o kamuoyu dəyişə bilər. Pəhləvinin, oğlunun və ya xalq mücahidin mozeyi İranda birinə federalizm verməz. Səltənətçilər hətta bugün federalizmi desələr belə, o sözün arxasında xalqları allatmaq söz konusu ola bilir. Yəni təmiz bir populizm onun arxasında yatır. Ona görə biz
İran mərkəz qruplarının aşırı sağları ilə nə müzakirə və nə də yaxınlığımız ola bilər. Nə də onlar istərlər bizim yaxınlığımız olsun. Çünki bizlə onların arasında çox yeki dərələr var. Başqa dillə desəm, bu İran rejimi köçürsə, İranda sağçılar meydandarlıq və at oynadanda qeyri-fars xalqlar, o cümlədən və ən önəmlisi türk xalqı, Güney Azərbaycanı kontrol altına keçirtməsi üçün və öz haqqından müdafiəsi üçün geniş vasitədə siyasi və onun yanında əskəri gücü olmasa, yəni silahı olmasa, nə Azərbaycanı kontrol altında saxlaya bilər, nə də mərkəzi hakimiyyətin dəyişməsinə və federal mahiyyətdə formalaşmasına köməklik edə bilər. Həbib bəy kimi dostlarımıza və onun kimi düşünənlərə demək lazımdır ki, federalizmi Pəhləvi və xalq mücahidləri bizim xalqımıza verməyəcəklər. Belə bir zehniyyətimiz olsa, kökündən alladılmış olarıq. Federalizmi dediyində, yəni xalqlar öz əyalətlərin və öz milli vətənlərinin idarə etmə haqlarına sahib olmaq deməkdir. Yəni Güney Azərbaycanda yaşayan insan sahib çıxmaq lazımdır. Oranın aparıcı gücü Türk xalqının milli demokratik hərəkatıdır. O hərəkat İran rejiminin köçündə siyasi və əskəri sahədə hazırlıq olmasa, yəni fədailəri olmasa, fədai dəstələri olmasa, nə Azərbaycana sahib çıxa bilər, nə İran dövlətinin yapısını demokratize edə bilər, nə də müəssis məclislərdə eləyə bilər federal cumhuriyyəti İranda yazılan anayasaya yerləşdirsin. Yəni bu xalqların gücü və o müəssis məclislərdə İranın demokratize olmasına, yəni federal bir yapının meydana gəlməsinin, güclənməsinə, əgərsə səslərin %50-dən çoxu ya %55-ə yaxın bir səs olursa, ora hətta İranda əyalətlərin, bölgələrin de facto ayrılma haqlarını da anayasaya yerləşdirmək olar. Necə ki, Əraq anayasasında onu yerləşdirdilər. Həbib bəyin düşüncə tərzi, hüququ haqqı almaq yox, hüquq və haqq Pəhləvilər və ya xalq mücahidlərin qəbulu və onların verməsi ilə təmin olmasını düşünür. Orada deyir də, əgər Rza Pəhləvi qəbul eləsə və xalq mücahidləri federalizm qəbul eləsə, onda biz ümidimiz ola bilər ki, federalizm İranda gerçəkləşəcəkdir. Məsələnin bir başqa yönünə də baxım. Əlbəttə, məsələnin başqa yönləri də var. Amma bir başqa yönünə də baxım və sözümü sona çatdırım. Həbib bəydən və Həbib bəy kimi düşünən dostlarımızdan soruşmaq lazımdır ki, əgərsə Rza Pəhləvi, səltənətçilər və ya xalq mücahidləri milli haqları qəbul eləmə vasitəsilə İranda bir dəyişik olacaq, onda da milli mücadilənin, mübarizənin mənası nədir da? Yəni biz nə ilə məşğuluq, kiminlə mücadilə eləyirik? Milli mücadilə, mən deməliyəm burada ki, demokrasi mücadiləsi ilə çox ciddi fərqliliyi var. Demokrasi mücadiləsində bəzən yalnız siyasi mücadilə yetər. Yəni siyasi mücadiləyə girdiyində siyasi hərəkətlə və hətta siyasi təzahüratlarla və onun genişməsi ilə bəlkə bu demokratizasyon ələ gələ bilər. Necə ki, elə bu vasitə ilə şah rejimi siyasi hərəkətlərlə yıxıldı. Amma milli mücadilə elə bir şey deyil. Milli mücadilənin siyasi hərəkəti sonunda silaha dayanmalıdır. Kəsinliklə silaha dayanmaq lazımdır. Silahlı olmalıdır. Silahlı olması savaş mənasına da mümkün gəlməsin. Yəni əgər siyasi və əskəri güc dəngəsi hiss olursa, siyasi savaş meydana gəlməz. Amma siyasi dəngə aydın olmursa, savaş meydana gələr. Amma sənin hazırlığın varsa, yəni silahlı hazırlığın varsa, fədai dəstələrin varsa, orada güc göstərəcəksən. Amma gücün olacaqdır. Ona görə demokrasi mücadiləsi ilə milli məsələnin mücadiləsini burada özəlliyini bir-birindən ayırmamız lazımdır. Yəni silahlı bir mücadiləyə hazır olmağa getməliyik. Diqqət edin məsələnin genişliyinə, dərinliyinə və önəminə. Orada kiminlə mücadilə eləyəcəyik? Kiminlə savaşacağıq lazımı gəldiyində? Kimin qarşısında silahlı özümüzdən və Azərbaycanla müdafiə edəcəyik? Həm onu Pəhləvilərin tərəfdarlarından, həm o xalq mücahidlərin, həm o paniranistlərin qarşısında.
o mücadilə elə bir mücadilə, elə bir savaş olmalıdır ki, ölkədə siyasi güclər arası dəngə qurulsun, dəngə qurulsun. O dəngənin qurulmasına milli mücadilədə silahsız imkansızdır, imkansızdır. Dünyanın milli mücadilələrine baxsanız, hamısında bu silahı görəcəksiniz. Ən gözəli və ən düzgünü bu olur ki, sən siyasi hazırlıq, yəni təşkilat, ya təşkilatlar və təşkilatların birliyi vasitəsilə və onların silahlanmaya hazırlığı getməsiyle və o silahlanma şəraitini hazırlamaqla güc göstərisində ölkə boyunda düzgün şivələrlə o dəngəni, siyasi dəngənin yaranmasını silaha söykənmədən, yəni silahdan istifadə etmədən o dəngənin yaratmasına çalışmalısan. Bu silahlı mücadilə əlbəttə dediyimdə yalnız milli mücadilədə bizim durumumuzda bugün Güney Azərbaycanda yalnız mərkəzdə faşist güclərlə mücadilə deyil, bəlkə bizim Qərbi Azərbaycanda Kürd silahlı hərəkət ilə də ciddi bir problemimiz vardır ki, oradan da silahlı hücuma məruz qala bilərik. Yəni bizim silahlı hazırlanmamız birinci dərəcədə mərkəz faşistlərinin qarşısında, İran ordusunun qarşısında Azərbaycanı qoruyub və kontrolün altına keçirmək. Eyni halda Kürd silahlı və ilhaqçı zehniyyətin qarşısında da müdafiə üçün hazırlıqda olmalıyıq. Həqiqətən şaşırtıcı deyil ki, bizim bir qələm sahibimiz, tanınmış aktivistimiz desin ki, biz Rıza Pəhləvini qane eləyək. Əgərsə qane olsalar, xalq mücahidləri qane olsalar federalizmə, biz qazanmışıq deyə düşünək. Ümid edirəm fikrimi anlatmış olmuşum. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.